Ötən gün Sumqayıtda bir ailənin 6 üzvünün dəmqazından zəhərlənməsi ilə bağlı xəbər vermişdik. Ailə başçısı Kamil Cəbrayılov TikTok platformasında canlı yayım açaraq yaşadıqlarını göz yaşı ilə danışıb. O bildirib ki, hadisədən sonra həm psixoloji, həm də maddi baxımdan ağır vəziyyətə düşüb. Xırdalanda kuryer işləyirəm. Zəng gəldi, tələsik yola çıxdım. Nasosnaya çatmamış fikrim dağıldı, qəza etdim. Motosikletin 2 təkəri partladı. Gördüm ki, təcili yardım keçir. Qışqırıb saxlatdım. Baxdım, uşaqlarımın 5-i yerdə uzanıb. Hazırlaşırdım, əgər ölüblərsə özümü atım. Mən onları əziyyətlə böyütmüşəm. İndi təkərlər də partlayıb, işləyə bilmirəm. Gündə heç olmasa 50-60 manat qazancım olurdu. İndi o da yoxdur. Yayım zamanı çox uşaqlı ailə olduğu üçün cəmiyyət tərəfindən tez-tez tənqid edildiyini deyən ata, onu qınayanlara da münasibət bildirib. Evimizi görürsünüz, necə sakitdir. Çoxu deyirdi ki, bu qədər uşaq nədir? Ağızlarına gələni yazırdılar. Heç kim demirdi ki, 9 uşağın var, maşallah. Hamı deyirdi ki, bu qədər uşağı niyə böyüdürsən? İt kimi küçükləmisən. Uşaqlarımı gözə gətirdilər. İndi ürəyiniz sakit olsun. Kişinin ağlaması çətin olur, amma vəziyyəti budur. Bəzən uşaqların oyuncaqları ilə oynayıram. Özümə təsəlli verirəm, öz-özümə danışıram. Uşaqları müalicə etdirirəm, vəziyyətim ağırdır, dua edin. Dərmanları dost-tanışın köməyi ilə alıram. Amma onlar da hara qədər kömək edə bilərlər ki?